Salam, hər vaxtınız xeyir olsa dəyərli izləyicilər. Bugün M14 üzərində olan Red Gigant çeşidinin budama qaydasını Ceyhun bəy ilə çəkib göstərəcəm. Ceyhun bəy, hər vaxtınız xeyir olsun. Hər vaxtınız xeyir. Zəhmət olmasa bu ağac haqqında məlumat verin və hansı budama olacaq, necə edəcək, bütün bunlar haqqında məlumat verərdiniz. Bu çeşid Red Gigant çeşididir. M14 üzərində inkişaf etmiş ağacımızdır. 4 dənə lider üzərində formalaşdırma fikrimiz var. Budamanın adı da Step Leader olacaq. Yəni 4 dənə lider üzərində formalaşdırmaq. Aha, buyurun göstərə bilərsiniz. Nədən? Yəni bu nəyə görə bu budamanı seçdiniz? Yəni məqsəd nə oldu? Yəni məhz bu budamanı seçirsiniz? Yəni səbəb nə oldu ki, məsəl üçün niyə vaza sistemi yox? Niyə məhz bu sistemi seçirsiniz? Yəni budama qaydaları çoxdur. Vaza sistemi, KGB sistemi, Step Leader. Yəni bu Red Gigant üçün hal-hazırda formalaşmış qaydaya uyğun olaraq Step Leader yaxşı uyğundur. Tamam. Bu budaması qaydasını da sizə göstərim etraflı olaraq. Burada 4 lider hazırdır. Hazır aparıcı 4 dənə lider. 1, 2, 3, 4 lider. Onu da içə gedən budağı bir dənə götürürük. Bir də yan budaqları götürəcəyik. Bunlara ehtiyac yoxdur. Bu yan budaqlar gedəcək? Bəli. Səbəb nədir? Bəli, sıfırdan. Bunları liderləri maneçilik törətməsin. Lider enerjisini almasın. Sırf 4 dənə lider üzərində onu formalaşdırırıq inşallah. Burada sadəcə belə qeyri-adi V-lərə oxşayan 2 dənə budaq qaldı. Yəni, bəli. Yəni 4 dənə lider olur. Bunun meyvəsini hardan götürəcəyik? Meyvəsini necə götürəcək bununla? Step liderin budama qaydasını ətraflı izah edeyim sizə. Bu cür olacaq. Bunu bəziləri bilmir, çox aşağıdan vurur. Ehtiyac yoxdur. Step liderdə sərt budama olmur. Step liderdə ucdan götürülür. Müəyyən qədər. Köl tumurcudan götürülür. Step lider. Bu cür saxlanılır. Sonra məsəl üçün yaz aylarında, martda məsəl üçün, martın axırı, martın ortası bunları çərtmə aparılır. Çərtmə üsulu ilə budaq alınır. Bəli, gibirlin vurulur dərman. Bu çərtmə olunur. Çərtmə aparılır tumurcuğun üst hissəsindən. Tumurcuğun üst hissəsindən biz çərtəcəyik. Çərtmə üsulu ilə buranı çərtib, gibirlin vurulanda yan budaq gəlir. Step liderdə yan budaqla, xırda yan budaqlarla. Həmin tumurcuq özü inkişaf edir. Bəli, yan budaq gəlir. Yəni o kəsilmiş aradan nəsə çıxmayacaq, sadəcə tumurcuq özü qida gəlir və artıq buradan çıxacaq. Burada elə bil ki, qida aşağıdan gəlmir məsəl üçün. Sən burada çərtəndə tumurcuğun yuxarısını çərtdiyimiz zaman enerji gəlib dayanır və oradan sonra gedə bilmir. Çünki onun kanalını kəsmişik. Burada dayananda avtomatik tumurcuq güclənir. O enerji tumurcuğa gəlib, partda yan budaq kimi gəlir. Yəni o cür, yəni belə deyək də, bir növ məcburi alınmış budağın, yəni normal, rahat şəkildə öz istəyi ilə çıxmış budaqdan bir zəifliyi falan olmayacaq. Xeyr, ona burada yaxşıdır ki, sırf meyvə budağı kimi gəlir. Sırf meyvə budağı. Sırf meyvə budağı kimi o tez oturur meyvəyə. Tamam, biz bu boyda uzun budaq üzərində neçə dənə budaq ala bilərik? Minimum 5 dənə ala bilərik. Minimum 5 dənə. Bəli. 7 dənə də 8 dənə ala bilərik. Ancaq bir 5 dənə, 6 dənə, 7 dənə normaldır. Yəni biz bu boyda hündürlük olan, yəni məsafədən ən azı 5 yerdən biz... Bəli, minimum bir 5 dənə budaq almalıyıq ki, üstündən. Bu 4 liderə 5 dənə budağı böləndə, bəli, o da 20 dənə budaq eləyir. Sonra dəlniş inkişaf gedəndə yuxarı tərəfdən alacaq onu sizə çərtmə üsulu ilə. Halbuki 4 dənə lider, bəli, həmən 4 dənə lider 3 metrə yarım, 4 metrə kimi hündürlüyünü inkişaf elətdirərik Allahın izni ilə. Oradan da yan budaq çərtmə üsulu ilə ala-ala formalaşdıraraq ağaca. 4 dənə lideri. Necə bitirərək indi? O işləri gələn il görərək indi. Köl tumurcuq. Buradan da məsəl üçün. Köl tumurcuq. Oradan getdim. Burada məsəl üçün bu tərəfdəki köl tumurcuq. Köl tumurcuq. İndi bizdə qaldı yazı gözləmək. Yaz aylarında yarpaq tökülsün. Bunun qabığı da biraz bərkisin. Qışdan çıxsa qabığı da bərkisin. Sonra burada çərtmə üsulu ilə hər birindən, bəli, hər liderdən minimalni 5 dənə budaq alaraq. Bu cür məsəl üçün bir budaq bu tərəfə, bir budaq buradan üst-üstə gəlməsin deyə, sıxlıq olmasın deyə 5 dənə budaq alsa 20 dənə budaq eləyir. İçəri olmaz, ancaq budaqlara fərqli istiqamətdə. Bəli, step lider çox açılmır. Vaza sistemində, KGB-də biraz çox açılır içi. Bu step lider sıx həkim üçün yaxşıdır. 5-in 3-ə məsəl üçün sıxlıq yaratmır. Çox belə ideal qayda böyüyür. Sıxlıq yaratma, həm də ki, tonarı çox götürmək olur. Step liderin üstün cəhətlərdən o da biri. İndi bizim aldığımız həmin kəsərək, yəni aldığımız
Çərtmə üsulu ilə çərtmə aldığımız. üsulu ilə aldığımız bu budaqların uzunluğu təxminən nə qədər? Yəni o sadəcə qısa bu boyda meyvə üçün olacaq, yoxsa uzun da ola bilər? Uzun olacaq təbii ki. Uzun olacaq. Bəli, bəli. Təxminən uzunluğu yarım metr, 30 sm, 30 sm zəif inkişaf gedəndə 30 sm ola bilər. Güclü inkişafda 1 metrə kimi gedir. 1 metr yuxarıda gedir budaqlar uzunluğu. Yatmış vəziyyətdə gedir, dik getmir. Hə, horizontal vəziyyətdə. Bəli, bəli. Horizontal vəziyyətdə. Minimalni hər liderdən 5 dənə budaq, 7 dənə budaq belə götürsək, yəni bizə kifayət eləyir. Normal onu formalaşdırıb, tumurcuq oturtdurub meyvə götürsək, demək ki, yuxarı getdikcə inkişaf, yuxarı tərəf biraz genişlədikcə, orada məsəl üçün bir liderdən məsəl üçün 5-7 budaq yox, 10 budaq da götürə bilərik. Tamam, indi bu qədər bəsit imiş, düzdürmü? Bəli, Belə bəli. baxanda, Bu step lideri keçərilir. yəni çox, yəni sadə iç budaqları çıxartdınız, ümumiyyətlə yan budaqlar hamısını çıxartdınız, Bəli, bəli. gücdən vurdunuz, bu qədər bəsit. Bəli. Tamam, təşəkkür edirəm.